İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən görüş iki ölkə arasında etimad quruculuğu istiqamətində mühüm addımdır. Bu təşəbbüsün Qərb institutlarının vasitəçilik olmadan baş tutması regionda yeni reallığın formalaşdığını göstərir. Elə bu barədə öz fikirlərini Milli Məclisin deputatı Pərvanə Vəliyeva İKE Sahil TV-yə açıqlamasında bildirdi. İrəvanla rəsmi Bakı arasında etimad quruculuq tədbirləri davam etdirilir. Belə ki, Bakı ilə İrəvan arasında ilk dəfə charter reysi həyata keçirilib və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanlı həmkarları ilə görüşmək üçün İrəvana səfər ediblər. Görüşün məqsədi sülh prosesinin perspektivləri kontekstində vətəndaş cəmiyyətlərinin fikir mübadiləsi idi. Və əslində vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi ekspertlərin dəyərli masa müzakirəsi sülhdə ictimai fonun yaranmasına xidmət edir. Yəni dövlətlərin siyasi danışıqları ilə yanaşı, ictimaiyyət təmsilçilərinin də real vəziyyəti qiymətləndirilməsi və əməkdaşlıq imkanlarının dəyərləndirməsi iki ölkə arasında etimad quruculuğuna dəstək baxımından çox əhəmiyyətlidir. Və burada Qərb institutlarının da prosesdən əlbəttə ki, kənarda qalmasını biz müşahidə edirik. Çünki artıq iki ölkə bir-biri ilə konstruktiv dialoqu, açıq dialoqu həyata keçirir. Heç bir vasitəçiyə ehtiyac yoxdur. Sərhədlərin delimitasiyada demarkasiyası davam etməsi ilə yanaşı, etimad quruculuq sahəsində də tədbirlər görülür. Məsələn, Ermənistan baş nazirinin təyyarəsi Çinə Azərbaycanın hava məkanı üzərindən səfər etmişdi və Prezident İlham Əliyev də ötən həftə Qazaxstana səfəri zamanı Ermənistana Azərbaycan üzərindən tranzit məhdudiyyətinin aradan qaldırılmasını açıqladı. Bu, Azərbaycanın bir humanist yaxınlaşması, humanist bir addımı idi. Həmçinin Avropa İttifaqının da Cənubi Qafqaz üzrə nümayəndəsi Magdalena Grono Azərbaycanın bu addımını alqışladığını bildirdi və həmçinin Gürcüstanda keçirilən 5-ci İpək Yolu forumunda da öz iştirakı zamanı erməni baş nazir dövlət başçımıza bu məhdudiyyətin aradan qaldırılması üçün öz təşəkkürünü ifadə etdi. Yəni bütün bunlar əslində nəticədə regionda davamlı və dayanıqlı sülhə nail olmasına xidmət edir.